Mənim əzizlərim, salam. Eman mətbəxinə xoş gəlmisiniz. Bugünkü videoda bol küncütlü, xırçıltılı, ətirli, ləzzətli Türk simiti hazırladım. Hazırladığım simitin resepti biraz fərqlidir. Video diqqətlə baxandan sonra ərzaqların fərqini görəcəksiniz. Diqqətlə baxın, hazırlayın, uşaqlarınızı sevindirin. Bu simitin özəlliyi nədir? Ərzaq çox tələb olunmur, amma inanınız ki, çox və çox ləzzətlidir. Və eynən mən öz qaydamla, təbii ki, xəmir mayalıdır deyənə, apara hazırlayıram. Aparanı biz niyə hazırlayırıq? Biz əmin olmalıyıq ki, mayada problem yoxdur və hazırladığımız xəmir mayalanacaq. Apara aktivləşənə qədər mən ona duz, şəkər əlavə elədim, qarışdırdım. Tezdən ora yumurta əlavə eləyirəm, qarğıdalı yağı əlavə edirəm. Südlə suyu qarışdırdım, ilıq elədim. Onu da bura əlavə eləyirəm. Yaxşıca yumurta çırpanla qarışdırdım. Gəlmiş aparanı əlavə edib xəmiri yoğururam. Simitin xəmiri bərk olmamalıdır. Baxın, görün, xəmiri hamısını bir yerə yığışdırdım və təzdən dəzgahın üstündə yaxşıca, bax bu cürünə yoğururam. Xəmir çox gözəldir, sözə baxandır. Xəmirin, bax, yumuşaqlığı belə olmalıdır, çox bərk olmamalıdır. Xəmir gələnə qədər simitin şirəsini hazırlayıram. Onun üçün doşabla suyu qarışdırıram, qoyuram kənara. İndi isə küncütü qovururam. Və mən simiti hazırlayanda küncütü çox qovururam. Ürəyim gedir ki, hazır simitdən qovrulmuş hətta küncütün ətri gəlsin deyə. Küncütü yaxşıca qovurandan sonra qoyuram kənara, küncüt soyusun. Mütləq xəmir mayalanmalıdır. Mütləq. Xəmir mayalanmasa simitə forma vermək çox çətin olacaq. Mənim yoğurduğum xəmir 1 saata hazır oldu. Və mən indi bölürəm 100 qramlıq kündələrə. Amma olmalıdır 120 qram. İndi biraz xəsislik elədim ki, simit biraz çox olsun. Ne üçün ki, simiti çox xoşlayıram. Xəmiri 120 qramlıq kündələrə böləndən sonra mütləq hər bir prosesin arasında 15-20 dəqiqə vaxt keçməlidir. Ona görə ki, xəmir sizin sözünüzə baxmalıdır. Simitə forma verəndə əgər kündələr acımasa, onda deməli simiti hazırlayanda o xəmir qırıla bilər. Baxın, görün. Forma verdim, yığıram qəşəng bir dənə qabın içinə və mütləq üstün örtürəm. Bax, sizin əlinizin altındakı xəmir, bax bu cür yumuşaqlıqda olmalıdır. Amma əgər siz dərhal xəmiri başlasaz forma verməyə, siz çox böyük çətinlik çəkəcəksiniz. Məsələn, Türkiyədə yaxşıdır. Türkiyədə simit üçün xüsusi un satılır. Bizdə bu biraz həqiqətən də biraz çətin məsələdir. Amma mən vışşı sort unla işləyirəm. Zülalı çox olan bir unla və məndə problem yaranmır. Sadəcə olaraq bugünkü simiti bir balaca, yəni 20 qram mən balaca elədim. Mən istədim ki, biraz çox olsun. Və diqqətlə baxın, görün mən necə forma verirəm. Yəni, bax, bunu da burada belə bərkidirəm ki, bizim simitlər bişən zaman açılmasınlar. Hamısına forma verirəm və onu da demək istəyirəm ki, sizdən gələn suallardan bəlli olur ki, videoya əvvəldən axıra qədər baxılmır. Ne üçün ki, mən sizə ən xırda məsləhətləri
məqamları hamısını izah eləyirəm. Bax, bu cür smitləri hazırlayıram və mən bu gün 2 cür smit edəcəm və siz video baxandan sonra sizə hansı rahatdır, onu da eləyəcəksiniz. Bax, ikinci bu cür olacaq, çox sadə, vururuq, eyni daddır, eyni ləzzətdir. Sadəcə olaraq sizə fikir olsun deyə. Amma yenə vurğulayıram, xəmir mütləq acımalıdır. Hazır simitləri batırıram doşablı suya və yığıram qovrulmuş küncütün içinə. Mənim əzizlərim, əgər sizin əlinizin altında doşab yoxdursa, problem deyil. Siz yarım stakan şəkəri tavada yandırın və onu 1 stakan su ilə həll eləyəndən sonra siz həmin, bax bu rəngdə bir gözəl şirə əldə edəcəksiniz. Küncütlənmiş simitləri yığıram listin içinə. Təbii ki, kağız mütləq olmalıdır. Ona görə ki, simitlər doşablı suda olub. Onlar sobanın listinə yapışa bilərlər. Yəni sizə problem yaratmasın. Və mən işimi davam eləyirəm. Evdə hazırlanan simit çox fərqli olur. Dadlı, ləzzətli və xəmirin tərkibində artıq qatqı olmur, mayadan başqa. Bu gözəlliyə baxın və mən keçirəm bu biri simitləri də doşablayıram, küncütləyirəm və 170 dərəcədə, fan dərəcədə bizim simitlərimiz bişəcək. Əgər siz istəyirsiniz ki, simitlər tam yumuşaq olsun, onda simitləri çox mayalandırın. Yəni mən hazır simiti 10 dəqiqə gözlədim. Siz təmiz gözləyin ki, mayalansınlar. Ola bilər ki, bu 20 dəqiqədir. Hava isti olanda tez mayalanır, hava soyuq olanda biraz gec və siz tam bulka sayağı simit əldə edəcəksiniz. Mən isə əsl Türkiyədə satılan simit hazırlamışam. Xırçıldayan, ləzzətli, ətirli. Yəni bunu deməklə izah eləyə bilmərəm. Bunu mütləq və mütləq hazırlamaq lazımdır. Qalan doşablı suyu mən atmıram. Bax, süzgəcdən belə süzürəm, tökəcəm şüşə bankaya və soyuducuda saxlayacam. Gələn dəfə simit hazırlayanda mən bu şirəni istifadə edəcəm. Və möhtəşəm. Rənginə, rufuna, ləzzətinə isə siz bazarlıq eləyib hazırlayın, biləcəksiniz. Sizlərə nuş olsun. Dəqiq ölçülər, ləziz taamlar, maraqlı videolar. Kimin kanalında? Elmira Qadirovanın YouTube kanalında.